Şəhvətpərəstliyin arxasınca gedənlər, qüdrət ləzzəti nədir bilməyənlərdir. Mənəvi gücü, qüdrəti dadmayan gücsüzlərdir. İnsan şəhvətə doğru getdikcə iradəsi də zəifləyir. Onun ruhu daha zəif və süst, həqarətlə dolu olur. Elə buna görə də bəzi siyasətçilər Instagram, TikTok və əxlaqsızlığı təbliğ edən digər daxili, xarici şəbəkələri dəstəkləyirlər. Çünki cəmiyyətimizin gənclərinin şəhvətlə qızışmasını istəyirlər ki, onlara zülm ediləndə heç kim səsini çıxarmasın. Qüdrət sadəcə istikbar ilə müharibə üçün lazım deyil ki, həm də azğın nəfsaniyyətin və qovulmuş şeytanın vəsvəsəsi ilə vuruşmaq üçün də lazımdır. Güc çox yaxşı şeydir. Həmişə Allahdan mənəvi güc diləyin.